Birincisi onu bilməlidir qadınlarımız ki, dünyada ən murdar kişi növləri hansılar? Nə qədər ləyaqəti olan biri heç vaxt razılıq verməməlidir ki, onun kişi sözü çox ağır ifadədir. Hər Y xromosomun daşıyıcısına biz kişi deyə bilmərik. Birincisi onu bilməlidir qadınlarımız ki, dünyada ən murdar kişi növləri hansılardır? Ən murdar, ən iyrənc onlardan uzaq durmalısınız. Simic birinci növbədə. Yəni bir qadınına, xanımına ayrı fərqi yoxdur da, yanındakı bir xanımı pul xərcləməyən kişi o ən murdar varlıqdır. Qeybətçil, sözbaz, deyingən. Yəni bu tiplərdən konkret uzaq durmalıdırlar. Yəni çünki bilirsinizmi, biologiyanın qanunlarını inkar etmək mümkün deyil. Təbiəti aldatmaq mümkün deyil. Bütün canlılar aləmində, yəni söhbət ali mürəkkəb quruluş halarik ali onurğalılardan gedir də, erkək fərdin dişi fərd üçün elədiyi bir şeylər var. Onu qorumağı, onu qidayla təmin eləmək və s. və ilaxırda. Yəni təbii ki, insanlarda da, Homo sapiensdə də bu belə olmalıdır. Təbii ki, əgər hər bir kişi adam sevə bilər, sevgi yox, aşiq olur da əslində. Aşiq ola bilərsən, heyran ola bilərsən, hətta sevə də bilərsən, amma hər kəs öz ayağını öz yorğanına görə uzatmalıdır. Sən əgər gedib Monika Bellucci'yə eşq elan eləmək istəyirsənsə, sən onu yaxtasından düşürdüb öz Zaporojye maşınına əyləşdirəcəksən. Yəni bunu fikirləşməlidir insan. Təbii ki, hər bir qadını təmin eləməlidir. Bu bilirsiniz necədir? Əgər bəbirdə, pələngdə onun göstəricisi, onun dişləri, caynaqları, ovladığı gətirdiyi ovdursa, insanlarda da öz ailəsinə, öz qadınına, öz çevrəsində olan, yəni yanında olan qadına fərqi yoxdur, onun sevdiyi qadındır, anasıdır, qızıdır, fərq eləmir. Onun ehtiyaclarını təmin eləməlidir. Onun tələblərinə uyğun olaraq bu vacib bir şərtdir. Sadəcə mən həmişə qızlara deyirəm ki, siz o oğlanda, o kişidə qadınlar bilməlidir. Olan pula yox, siz o pulu qazanmaq bacarığına qiymət verin. Pul hər cür yolla adamın əlinə düşə bilər. O atasından vərəsə qalıbdır, oğurluq edib, quldurluq. Amma bu pul qazanmağa bacarmırsa, pulun başına indiki zaman daş salmağa da var. 100 milyardı bir dəqiqənin içərisində qumarda uduzan adamlar var. Yəni əsas pul, çünki kişinin çalışqanlığı, bacarığı, pul qazanmaq qabiliyyəti